bir dənə misal çəkəcəm. Hər birimizin, misal üçün özümüzün sosial şəbəkələrdə hesabımız var da, ora heç kəs girə bilmir. Sizdə də bir məxfi kod qoyublar. Siz o kodu sizdən başqa heç kəs bilmir. Sizin nəyə baxdığınızı və bizim ümumiyyətlə ora girib hansı nələrlə maraqlanmağımızı bizdən başqa heç kəs bilmir. Bir Allah bilir, bir də biz bilirik. Yaxşı, birdən həmən o sizin şəbəkələrdə istifadə etdiyiniz səhifələriniz, tanıdığınız insanlar tərəfindən bilsəz ki, izlənilir. Siz ora girib sizcə insanlar tərəfindən qınalınan bir şeyə baxarsınız. Cavab mütləq olaraq yox. Özünüzü biz necə apararıq hamımız? Yox, elə şeyə baxım ki, birdən məndən sonra girib baxarlar. Baxmasına, bilməsinə, mən filan şeyə baxmışam. Bəs Allah Azza və Cəllə sənin sosial şəbəkən yox, səhifən yox, qəlbin onun əlindədir. Allah Azza və Cəllənin baxışını niyə insanların baxışından aşağı görürük? Səbəb nədir? Səbəb nədir? وَلَا تَكُونُوا كَالَّذ۪ينَ نَسُوا اللّٰهَ فَاَنْسَاهُمْ أَنْفُسَهُمْ O kəslər kimi olmayın ki, onlar Allahı unutduğuna görə Allah da onlara özlərini unudubdur. Ayənin əsli, bütün məsələnin kökü oradadır, bu ayədir deyir. Niyə? Çünki insan Allahı unutduğuna görədir. Allah da onu unutturubdur. Nəyini unutturubdur? Qiyamət günü hesabını, ona fayda verir, zərər verən şeyləri ona unutturubdur. Niyə? Çünki o Allahı unutduğuna görə. Bax, biz Allahı unutduğumuzun nisbətinə görə Allah Subhanahu taala bizə xeyirlərimizi və bizə zərər verən şeylərimizi bizə unutturur.